Hamıya salam. Bugün Java'da package'lər və import növlərinə baxacağıq. Deməli, ən birinci package'lərdən başlayaq. Package'lərin bizim kompüterimizdəki papkalardan, folderlardan heç bir fərqi yoxdur. Yəni onlar tamamilə eyni şeylərdir. Mən bunlara hələ ki directory deyəcəm. İndi package-ilə directory fərqlərini də izah edəcəm. Mən directory yaratmaq üçün burada lesson 9 moduluna gəlirəm. Sağ klik eləyirəm. Və burada new directory deyirəm və bunun adını elə birbaşa qoyuram directory. Daha sonra mən burada src papkasına gəlirəm, sağ klik eləyirəm və burada artıq package yazılıb. New package, mən də bunun adını qoyuram package. Deməli, bunların fərqlərinə baxsaq. Bir saniyə, bunun adını dəyişim. Bunların fərqlərinə baxsaq, deməli, Hello ilə directory arasındakı fərqlərdən elə ən birinci onu görürük ki, bunun logosunda kiçik bir dairə var, amma burada yoxdur. Daha sonra mən buradakı directory-nin üstünə gəlib new desəm, mən burada class yarada bilmirəm. Amma mən burada Hello-nun üzərinə gəlib sağ klik eləsəm, mən burada Java class yarada bilirəm. Eyni şəkildə source papkasının da üstünə gəlsəm, burada Java class yarada bilirəm. Bunun səbəbi odur ki, bizdə source papkası source root kimi işarələnib və hello da onun daxilində olduğu üçün avtomatik ondan da class yaratmaq olur. Amma bu source root olaraq işarələnməyib deyə bunda Java class yaratmaq olmur. Mən buna sağ klik eləyirəm. Mark directory as. Burada baxın source root var, test source root var. Bunlara gələcəkdə baxacaq. Bu dəqiqə bizi maraqlandıran bu source root. Mən buna bassam, baxın bu da src kimi rəngi göy oldu. İndi mən source papkasında olduğu kimi bu directory papkasının üstünə sağ klik eləyib Java class yarada bilirəm. Burada da psvm deyirəm. Bunu işlədə bilirəm. Baxın hello world gəldi bura. Amma mən gəlib directory üstünə sağ klik eləsəm və bunu unmark eləsəm, baxın bu artıq fincan işarəsi gəldi burada. Mən bunu run versəm, baxın play button da burada itdi, heç run da verə bilmirəm. Yəni baxın nothing here deyir. Bunu bağlasam, təzədən girsəm, baxın burada da özü yazır ki, Java file deyir ki, source root olan papkanın xaricində yaradılıb. Ona görə bu compile olmayacaq. Yəni ki, biz Java klassı yaratmaq üçün bizim directory'miz mütləq şəkildə source root olmalıdır. Package'lər barədə bu qədər. İndi import növlərinə baxaq. Deməli, Java'da 3 cür import var. Single type import, wildcard import və static import. Importlardan fərqli package-də olan klassları, interfeysləri və s. kimi faylları istifadə eləmək üçün istifadə olunur. Məsələn, mən elə bu hello-nun içində deyirəm ki, person. Və mən main'ə gəlirəm. Person obyektini yaratmaq üçün mən buradakı personu main'ə import eləməliyim. Çünki bunlar eyni package daxilində deyirlər. Person hello-nun altındadır. Main isə default package-in altındadır. Yəni, baxmayaraq ki, burada source yanıb, əslində bu source-un altında bir dənə default package var və burada heç bir şeylə yazılmayan klasslar. Məsələn, mən burada deyirəm ki, teacher deyirəm. Baxın, bu da default package-dədir, bu da default package-in altındadır. Yəni, əgər heç bir package altında deyilsə, bunlar default package-in altında sayılır. İndi mən hello package-in içindəki personu istifadə eləmək üçün main'ə mən bunu import eləməliyəm. Person deyirəm, enter vururam. Baxın, burada import hello.person gəldi. Bu bizdə single type import adlanır və ən çox da demək olar bu istifadə olunur. Mən bilirəm ki, person bərabər new person. Əgər mən bu importu buradan silsəm, baxın, kod qızarır. Mən bunun üstünə gətirsəm, person klassını tapa bilmir. Tapa bilmədiyi üçün də kod məndə error verir. Bunu import edirəm.
İndi wildcard importa baxaq. Məsələn, mənim burada deyək ki, çoxlu klasslarım var. Məsələn, fon klassı var. Daha sonra teacher klassı var. Daha sonra burada gəlirəm. Student klassım var. Belə mənim 4 dənə klassım var. Və mən main-də bunların 4-ünü də obyekt yaratmaq istəsəm, bunu əlavə elədi. Studenti ardıcı əlavə elədi. Daha sonra fonu əlavə elədi. Burada 4 dəfə import olundu. Amma mən bunları gəlirəm, silirəm və bura bir dənə ulduz qoyuram. Bu ulduz qoyanda o deməkdir ki, bu hello package-in altında nə qədər klass varsa, onların hamısını import elə. İndi mən baxın, burada heç birində bir error çıxmadı. Amma mən bunu gəlib təkcə person eləsəm, baxın, person olan line işləyir. Person line işləyir. Amma teacher'dir, studentdir, fondur, bunlar işləmir. Niyə? Çünki Java bunları görmür. Bu da wildcard import adlanır. Bir də wildcard importda belə bir şey də var. Məsələn, mən bunu bir dənə də package yaradıram. Bunun adını qoyuram world. Mən burada fərqli bir dənə klass yaradıram. Məsələn, computer. Mən bura ulduz yazmışam da. Yəni məntiqən deyə bilərik ki, onda world-u da, world-un içində olanları da gətirəcəm. Amma bu onları gətirmir. Mən burada computer import eləmirəm. Computer bərabər new computer deyirəm. Bunu silirəm. Baxın, computer klassını tapa bilmədi. Çünki bu ulduz bunun altında olan, yəni hello-nun altında olan sadəcə klassları gətirir. Yəni onun içində olan package-in içindəki klassları gətirmir. Mən bu kompüterdə işlətmək üçün bura yazmalıyam ki, import hello.world.computer. Bunu desəm, onda error gedəcək və kodu işlədə biləcəm. Yəni wildcard importdan da bu qədər. Bir də static import var. Static import klassların statik dəyişənlərini, statik metodlarını import eləmək üçün istifadə olunur. Yəni demək olar çox az istifadə olunur. Yəni mən heç istifadəsini görməmişəm. Məsələn, mən indi bunları silirəm. Bu world-u da buradan silirəm. Və person içində mən burada bir dənə yazıram ki, public static string name bərabərdir Salman. Mən bunu belə deyəndən sonra mən personun name'ini çapa vermək üçün klassın adı person.name yazmalıyam. Run versəm, Salman burada yazılacaq. Amma deyirəm ki, mən bu şəkildə eləmək istəmirəm. Bunun üçün yazıram ki, import static hello.person.name deyirəm. Və mən gəlirəm burada deyirəm ki, cout birbaşa name deyirəm. Bu name'i gedəcək person klassının içindəki statik dəyərdən götürəcək. Mən burada statik yazmışam deyə burada onu birbaşa çağıra bilirəm. Baxın, yenə gəlib Salman yazılacaq burada. Amma mən burada statiki silsəm, bu kod işləməyəcək. Niyə? Çünki name'i tapa bilmir. Eyni şey metodlara da aiddir. Mən burada deyirəm ki, public static void print cout name deyirəm. Və mən burada bu səfər person.print deməli olacam ki, bu print metodunu çağıra bilim. Run versəm, yenə kod gəlib burada yazacaq. Amma mən yenə istəyirəm ki, burada personu yazmayım. Bunun üçün də gəlirəm burada, artıq name mənə lazım deyil. Import static person nöqtə
print deyirəm. Print deyəndən sonra mən bunu silirəm və kodu run versəm, baxın, name Salman yenə gələcək bura. Bu da gedəcək, nə edəcək? Personun içindəki print metodunu çağıracaq. Görək bu metod overloading qəbul eləyir. Static void print. Bu səfər string name deyirəm. Name. Ben burada print məsələn yenə Salman deyirəm. Bu səfər main'ə gəlirəm, kodu run versəm. Baxın, bu həmçinin metod overloadingdə də işləyir. Static import. Bir də Java'da fully qualified name var. Bu əslində import sayılmır. Importun əvəzedicisidir bu. Mən burada static importu silirəm. Klassla təmizləyirəm. Deməli, deyək ki, məndə burada da bir dənə person klassı var. Və mən burada ayrı bir dənə package yaradıram. Model. Və modelin içində mən bir dənə də person klassı yaradıram. İndi mən main'e gəlirəm. Dəqiqə, bunu da burada açım. Buna dəyərlər verək. Public string name, public string surname. Və modelin içində olan persona da deyirəm ki, public int age. Belə deyəndən sonra mən burada person deyirəm. Bu məndən soruşur, hansını import eləmək istəyirsən. Hello'nun içindəki personu, yoxsa modelin içindəki personu. Mən Hello'nun içindəkini seçirəm və person nöqtə deyəndə name, surname gəlir. Mən name'ə mənimsədirəm Salman. Surname'ə də mənimsədirəm Salmanov. Bu kod normal şəkildə işləyir. Biz bunu onsuz da keçən dərslərdən bilirdik. Amma indi mən modelin içindəki personu işlətmək istəsəm, burada deyirəm person, bu səfər model deyirəm. Bura fikir verdinizsə, burada import eləmədi. Import model.person demədi. Birbaşa baxın, model.person yazdı bura. Burada da new model.person yazdı. Niyə belə elədi? Mən bunu kopyalayıram, buraya yapışdırıram və burada deyirəm model. Və bunları silirəm. Baxın, buranı boz elədi. Yəni ki, bunu işlətmir də. Əslində bu person Hello'nun içində olandı. Mən bu personun içinə getsəm, baxın, Hello package-in içindəki person aparır. Yəni ki, Java bunu seçə bilmir ki, sən modelin içindəkini deyirsən, yoxsa Hello'nun. Ona görə avtomatik ən birinci import olunanı götürür. Mən bura model desəm və bura Hello desəm, bu səfər buna bassam, bu mənim modelin içindəkini aparacaq. Yəni, burada Java ən birincisini aparacaq. Və bunun da qarşısını almaq üçün fully qualified name-dən istifadə olunur. Mən bura hello deyirəm. Burada hello deyirəm. Prosta qarışıq düşdü. Elə yenidən model. Və mən bu səfər person 1 nöqtə desəm, baxın, burada age gəlir. Bunu da mənimsədirəm 19. Yəni, name və surname dəyərləri gəlmədi. Buradan da belə başa düşürük ki, əgər bizdə eyni adlı klasslar varsa, fully qualified name-dən istifadə olunur. Deməli, biz package-lərə baxdıq. Package-lə directory arasındakı fərqlərə baxdıq. Importun növlərinə baxdıq. Onları nümunə göstərdik.
və fully qualified name-ə baxdıq. Nə zaman istifadə olunur? Onu izah elədim. Bugünkü videoda bu qədər. Növbəti videoda görüşək.